Ramazan ayı bəşəriyyətin kəmala çatması üçün ən böyük və gözəl aylardan biridir və ən böyük müqəddəs olan aylardan biridir. Və belə deyək, Ramazan ayının günləri, Ramazan ayının gecələri, Ramazan ayının saatları və dəqiqələri sair ayların saatlarından, dəqiqələrindən Qurani-Kərimin ifadəsi ilə də ona işarə eləsək, baxarıq ki, bütün aylardan, bütün günlərdən, saatlardan Ramazan ayının ayları, günləri nədir? Üstündür. Allah Teala Qurani-Kərimin bir neçə yerində Ramazan ayına işarə eləyib, Ramazan ayının vacibatına işarə eləyib, Ramazan ayında oruç tutmağı kimləri istisna eləyib, onların adını çəkib. Allah Teala Bəqərə surəsinin 182-ci ayəsindən 185-ci ayəsinə qədər Ramazan ayı haqqında danışır və Allah Teala 183-cü ayədə buyurur ki, Bismillahirrahmanirrahim. Ya eyyühellezine amenu kutiba aleykumus-siyamu kema kutiba alellezine min qablikum leallekum tettakun. Allah Teala buyurur, ey Allah'a iman gətirən kəslər, ey o kəslər ki Allah'a inanmışlar, iman gətirmişlər Allah'a. Kutibə aleykumus-siyam, sizə oruç nədir? Yazıldı. Yazıldı. Burada Qurani-Kərimin ifadəsində qeyd olunub. Burada götürürük bunu, vacib edildi. Sizə nədir? Vacib edildi oruç tutmaq. Kəma kutibə aləllədinə min qablikum. Necə ki, sizdən əvvəlkilərə də oruç nə olmuşdu? Vacib olmuşdu ki, ləalləkum təttəqun. Bəlkə siz neyniyəsiz? Təqvalı olasınız. Həqiqətən insanın kəmal həddinə çatması üçün oruc mühüm bir məsələdir. Həm ictimai cəhətdən, həm mənəvi cəhətdən, həm insani baxımdan oruç tutmaq insanlara, bəşəriyyətə vacibdir. Və növbəti ayədə Allah Teala buyurur ki, sizlərdən o kəslərə oruç tutmaq vacibdir ki, onlar sağlam olalar və səfərdə olmayalar. Yəni iki şəxsə işarə eləyir. Nə cür işarə eləyir? Buyurur ki, sizlərdən o şəxslərə oruc vacib deyil ki, növbəti ayələrdə onlar xəstə olalar və ya səfərdə olalar. Əgər xəstəlikləri belə deyək, keçici xəstəlikdirsə nədir? Onlar xəstəliyi sağaldıqdan sonra yenidən oruclarını davam eləyəcəklər. Məsələn, bir insanın bir xəstəliyi var ki, həkim deyir, məsələn, sənə 10 gün müalicə yazıram, bu 10 gün müddətində oruç tutmaq sənə zərərlidir, təcrübəli bir həkim. Sən neynirsən, 10 günü oruç tutmursan və 10 gündən sonra, növbəti günləri tutduqdan sonra o 10 günü də günbəgün qəza eləyirsən. Və yaxud da bir insan səfər eləyir. Bəzən bəndə deyəndə ki, səfərdə insan oruç tutmaz, indi alimlərimiz və hədislərimizdən təbii ki, götürürlər. Səfər nə qədər olmalıdır, o şər'i bir mövzudur, ora daxil olmuruq. İnsanlar səfərdə olduqda neynəməlidir? Oruç tutmurlar. Çünki Qurani-Kərimin birbaşa ayəsidir ki, sizlərdən o kəslər ki, səfər eləyələr, xəstə olalar, məriz olalar, onlara nədir? Oruç tutmaq olmaz. Səfərdən qayıtdıqdan sonra tutmadığı günün qəzalarını tutacaqdır. Allah Teala bu şəxslərə işarə eləyir, gəlir və görürsən ki, 185-ci ayəyə qədər ki, Allah Teala orucun tutulmasından danışır, kimlərə vacibdir, kimlər istisnadır, ondan danışır. Baxın, sonra 186-cı ayədə hansı ayəni gətirir Allah Teala? Buyurur ki, وَإِذَا سَأَلَكَ عِبَادِ عَنِّي فَإِنِّي قَرِيبٌ. Allah Teala öz yaxın bəndələrinə işarə eləyir, buyurur ki, və elə ki deyir, sual elədi mənim bəndələrim mənim haqqımda, fəinni qarib, onlara deyilən ki, mən yaxınam. Ucibu dəvətə dai izə dəan, mən onlara cavab verirəm, əgər neynəsələr, onlar məni çağırsalar, fəliyəstəcibu li və liyu'minu bi ləalləkum yarşudun, və deyir, onlara cavab verərəm. Onlara neyniyərəm? Cavab verərəm, çağıranlarına, nidalarına onların cavab verərəm. Allah Teala sanki orucun haqqında danışdıqdan sonra bu ayəni gətirməklə bizə bildirir ki, insan oruç tutmaqla kamil oruçdan söhbət gedir. Təbii ki, təkcə qarnı ac olmasından getmir. Kamil oruç tutduqdan sonra insan neyniyir? Rəbbini çağırır, deyir ki,
mən məni çağırana neyniyərəm? Cavab verərəm. Baxın, Allah Taala'nın peyğəmbəri və imamlar da oruç tutmağa işarə eləyib və orucun savabı haqqında danışıb. Biz ora girməmişdən qabaq bir mətləbi qeyd eləmək istəyirəm ki, Allah Taala burada dedi ki, bir insan ola bilər ki, xəstə olar, bir insan ola bilər səfərdə olar, bir insan ola bilər qocalıq səbəbindən oruç tutmaya bilər. Bu normal bir haldır ki, cəmiyyətdə bir insan olar ki, bu işlər olar onun başında, oruç tutmaz. Bunu ola bilər ki, oruç tutmağı hamı bacarmasın. Amma oruçluğa hörmət nədir? Onu hamı bacarar. Cəmiyyətimiz bugünkü gün əfsuslar olsun ki, oruç tutmağı azdır heç, oruca hörmət eləmək də azdır. Oruç tutana hörmət eləmək də azdır. Cəmiyyət arasında insanların gözü qarşısında istər oruç tutdu ya tutmadı. Küçənin ortasında Ramazan ayında su içən, siqaret çəkən və Ramazan ayında cəmaatın gözü qarşısında süfrə açanlar Allahın bu müqəddəs ayına, bu müqəddəs Qurani Kəriminə və bu müqəddəs Ramazan ayına ən böyük hörmətsizliyi eləyir. O insan yalandan deməsin ki, mən Allaha qurban olum. Sən Allaha əgər həqiqətən məhəbbətində sadiqsənsə də, oruç tuta bilmirsənsə də eybi yoxdur. Heç olmasa Ramazan ayına hörmət nədir? Onu ki eləyə bilərsən. Onu ki bacararsan. Onu ki eləyə bilərsən ki, cəmaatın gözü qarşısında yemək yeməyəsən, cəmaatın gözü qarşısında siqaret çəkməyəsən, su içməyəsən. Ən azından bunları eləməklə Ramazan ayına hörmət eləyərsən. Allah Taala da hər bir insanın bacara biləcəyi yüklə onu yükləyər. Nəinki insan bacarmasa görürsən ki, Allah Taala onu yükləmir. Deyir, tuta bilmirsənsə, xəstəsənsə, səfərdəsənsə nədir? İstisna halı daşıyır. Və Allah Taala bu ayələri buyurduqdan sonra nədir? Bəndələrinə öz yaxınçılığını ifadə eləyir və deyir, məni çağırsaz, mən sizə cavab verəcəm və mən sizə nədir? Yaxınam. Peyğəmbər salavatullah oruc haqqında, Ramazan ayı haqqında buyurur ki, لِكُلَّ شَيْءٌ زَكَاتٌ وَالزَّكَاتُ الْأَبْدَانُ السِّيَامِ. Əziz İslam Peyğəmbəri buyurur ki, hər bir şeyin zəkatı vardır və bədənlərin zəkatı isə oruç tutmaqdır. İnsanın malının zəkatı olar, insan onu çıxarmaqla neyniyər? Malını paklaşdırar. Bəs insanın bədəninin də zəkatı o haramlar ki, insanın bədəninə yığışıb. Bəzən bilərəkdən, bəzən bilməyərəkdən biz haram işlər görürük. Bəzən haqqımız çatmayanı alıb yemişik. Bəzən haqqımız çatanının artığını yemişik. Bədənimizdə ki, o haramlar var, bədənimizin də zəkatı var. Allah Taala buyurur, hər bir şeyin, malın zəkatı olduğu kimi bədənlərin də zəkatı var və bədənlərin zəkatı da nədir? Oruç tutmaqdır. Oruç tutmaqla insan nə edir? Bədənlərinin zəkatını verir. Və başqa bir hədisdə Həzrəti Əli əleyhissalam buyurur ki, Savmun nəfsi anil ləzzati dünya ənfəəs-siyam. Nəfsi dünya ləzzətlərindən ayırmaq oruçların ən faydalısıdır. Yəni, insan nəfsini ki, dünya sevgisindən, dünya məhəbbətlərindən, dünyanın günahlarından insan ki, nəfsini ayırır, onda deyir, onun orucu ən üstün orucdur. Yəni, oruc təkcə insanın ac qalması deyil. Başqa bir yerdə Həzrət Əli əleyhissalam buyurur ki, qəlbin orucu dilin orucundan üstündür. İnsanın qəlbinin oruc olması dilinin oruc olmasından üstündür. Məsələn, mən dilimdə Allah deyib, qəlbimdə Allah demirəmsə də, nədir? Dilimin heç bir faydası yoxdur. Yox, dilimdə Allah deməyib, qəlbimdə Allah deyirəmsə də, onda mənim qəlbimin orucu dilimin orucundan nədir? Daha üstündür. Dilin orucu da deyir, qarnın orucundan üstündür. Yaxşı, dilin orucu qarnın orucundan necə üstündür? İnsan söyüş söyməyə, biədəb danışmaya, başqasının qeybətini eləməyə, töhmət vurmaya, kimisə acılamaya, bu da dilin orucudur da. Oruc tutmaq deyəndə təkcə insanların ağlına gələn budur ki, səhərdən axşama qədər ac qalmaq. Yox, Allah Teala buyurur ki, dilin, əzaların oruc tutması qarnın orucundan daha fəzilətlidir. Daha fəzilətlidir ki, insanın əzaları da oruc olsun axı.
İnsanın əgər əzaları oruc olmayıb, təkcə qarnı oruc olacaqsa da, ona ac qalmaqdan başqa bir şey çatmaz, başqa bir savab çatmaz. Allah Rəsulu buyurur ki, oruc mənim üçündür və onun mükafatını şəxsən mən özüm verəcəm. Məlum məsələdir ki, bütün savabların mükafatını Allah Taala özü verir. Bütün hər bir şey bu cahanda Allah Taalaya məxsusdur. Eləcə də bütün işlərin, ibadətlərin savabını verən Allahdır. Amma Allah Taala niyə orucu məxsusi deyir ki, onun savabını mən özüm verəcəm? Allah Taala bəzi bəndələrinlə məxsusi danışar. İnsanlar bəzən görərsən ki, sanki fərz eləyək, hər hansısa bir obyektdə işləyirik, obyektin müdürünü heç biz tanımırıq, amma görürsən ki, bizə pulumuzu məsələn verən orada hər hansısa bir işçidir. Biri də var ki, bizə pulumuzu verən birbaşa müdürün özü olsun. Bu insan üçün daha keyfiyyətlidir. Belə deyək də, Adəm evladıyıq. İnsanlar başa düşür ki, Allah bilir, müdürdən nə qədər pul gəlir, bu işçi bizim nə qədər pulumuzu kəsir, bundan buna gəlir bir damcı bizə nə çatır? Pul çatır. Amma Allah Taala buyurur ki, oruc tutmaq nədir? Sırf mənə görə olduğu üçün onun savabını mən verəcəm. Mən verəcəm deməyinlə sanki gizlədir nə verəcəyini. Və Allah Taala da bir şeyi gizlədirsə, deməli o daha qiymətli bir şeydir ki, bəndə onu dərk edə bilməz. Allah Taala bu cür ifadə işlətməklə buyurur ki, onu siz yəni dərk edə bilməzsiniz, mən ona nə verəcəm oruçdana. Yəni orucun o qədər böyük mükafatı var, mən yalnız bilərəm ona nə verərəm. Yəni ona kimsə nəsə versin, kimsə əlinə nəsə versin, hardansa ona nə çatsın, onu mən razı olmaram bəndəm üçün ona. Mən özüm istəyirəm orucun savabını verəm. Məxsusi istəyirəm o bəndəmin nədir? Məxsusi savabını verərəm. Allah Taala inşallah bu Ramazan ayında oruçlarımızı həqiqi qəbul olunmuş oruçlardan qərar versin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.